Bakıda 30 ildir hələ belə şey görünməyib. Görək nə olub, nə hadisə baş verir. Ay, demək Bakıda bir çox ünvanlarda, binaların həyətlərində qurdular yayılıb. Mən çalışacağım onların şəklini tapıb sizə göstərim. Bəli, Yeni Sabah Xəzər TV istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu Gəncə prospektinin sakinləri deyirlər ki, vəziyyət o həddə çatıb ki, qurdular artıq evlərə dolur. Bu həyətdə bəzi ağacların sadəcə budaqları qalıb. Elə bizim də ayaq bastığımız hər yer bu həşəratlarla doludur. Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, söz gedən ərazi nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib. Yaxın günlərdə dezinfeksiya işləri başlayacaq və mən deyərdim ki, hal-hazırda mənim yaşadığım həyətdə təbii ki, yaşı uzun bir ağacdır. Budaqlarını tamam qurd basıb. Məsəl üçün biz paltarları yuyub həyətə asanda, eləyəndə də həyətə belə yox, yəni hündürdə zivədən asanda məsəl üçün o qurdların paltarlarının üstünə oturduğunu görürük, çirkləndiyini görürük, amma o ağaclara toxuna bilmirik qorxumuzdan. İndi mən özüm də fikirləşirəm ki, kimə müraciət edim ki, gəlsinlər o ağacları azından dezinfeksiya etsinlər, nəzarət altına alsınlar. Güya ki, deyən kimi həmən gələcəklər, gəlmirlər. Yəni, bir neçə dəfə mən xəbərdarlıq etmişəm. Amma mən o ağacı kəssəm, həmən gələcəklər 2000-3000 məni və bizləri cərimə edəcəklər. Ona görə təbiidir ki, qurumlar var ki, məhz təbiətin sağlamlığını uğrunda mübarizə aparır, o təbiətin, ağacların sağlamlığını qoruyur. Ona görə də təbii ki, bunları reallaşdırmalıdır. Qurduların da yaşadığı yer var. Onların Xətai rayonunda nə işi var? Təcili təbii ki, onlar oradan qovulmalıdır, məhv olmalıdır.